Siz dostlar, sizin üçün belə bir zəruri qeyd eləmək istəyirəm. Zaman sərhədlidir. Mənası nədir? Yəni biz ölürük. Bu oyunun sonu ölümdür. Hər birimiz öləcəyik və zamanın sərhədi də məhz ölümdür. Amma pul sərhədsizdir. Milyonlarla da, milyardlarla da hesabın belə bilə bilmərik. Dünyada sərhədsiz şəkildə pul var. Heç bir zaman, xüsusən də gənc dostlar, yeniyetmələr, iş həyatına yeni başlayanlar, sərhədli bir məfhumu, yəni zamanı, sərhədsiz bir nəsniyə qurban verib, adına qazancı qoymayan. Bu çox vacib bir məsələdir. Yəni zamanı pula qurban verib, adını qazanc qoymaq mənasızdır. Buna daxildir şirkətlərdə 9-dan 6-ya işləyib yox, istismar edilib. Əvəzində 500-600 manat maaş əldə etmək, biz buna qazanc deyə bilmərik. Qətiyyətlə. Sərhədsiz bir məfhumu, sərhədli bir nəşniyə qurban verməyək. Verdikdə də adını qazanc qoymayaq, vaxt itkisi qoyaq. Sağ olun.